Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam edir. Bu mərhələdə Kərkicahan qəsəbəsinə 8 ailə 34 nəfər, Hadrut qəsəbəsinə 4 ailə 15 nəfər, Şükürbəyliyə 7 ailə 28 nəfər, Böyük Qala Dərəsinə 3 ailə 14 nəfər, Ballıcaya 2 ailə 7 nəfər, Badaraya 2 ailə 5 nəfər, Xanabada 2 ailə 5 nəfər, Həsənrizə 13 ailə 53 nəfər, Çıldırana 13 ailə 53 nəfər, Vəngli isə 4 ailə 23 nəfər köçürülüb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad olunan ərazilərə böyük qayıdış davam etdirilir. Bugün 237 nəfərdən ibarət daha 58 ailə işğaldan azad olunan ərazilərə qayıtdı. Bu mərhələdə Kərkicahan qəsəbəsinə 8 ailə 34 nəfər, Hadrut qəsəbəsinə 4 ailə 15 nəfər, Şükürbəyliyə 7 ailə 28 nəfər, Böyük Qala Dərəsinə 3 ailə 14 nəfər, Ballıcaya 2 ailə 7 nəfər,